Bugün Saz Söz Məclisini Aşıqlar Birliyinin həyətində bu bağ-bağçanın içərisində qurmuşuq. Gözəl də bir ifaçını dəvət eləmişik. Bugünkü xanım aşıqlığımızın ən ləyaqətli ifaçısı Nərmin Salahova. Həmişə öz səsinlə, öz məlahətli ifasıyla hər kəsin, sazın, sözünü sevənlərin könlünü fəth edən bir qızımız gəlibdir. Mən düşünürəm ki, Nərmin bugün bu belə fonda, bu təqdimatda ilk ifasını da elə özünə, səsinə və bu ab-havaya yaraşan eləyəcək. Və Ələkbər qardaşımız da balabanınla buradadır. Mən bilmək, daha doğrusu tamaşaçıları da xahiş edirəm ki, gələcəkdə öz mövqeylərini də göstərsinlər ki, bu fonda, bu cür təqdimat onları təmin eləyirmi? İnşallah yolumuz uğurla davam eləsin. Nərmin, sənin istedadın tələbəlikdən mənim gözümün önündədir. Artıq yetkin bir aşıqsan, mükəmməlliyin də çoxdur. İnşallah zaman içərisində yeni nəsillərə, saza sözə gələn nəsillərə örnək bir aşıq, müəllim olacaqsan və hamımıza qürur gətirəcəksən. Sənə uğurlar arzulayırıq, meydanı və bu fonda ilk dəfə sənə qismət eləmişik. Var olasan. Çox sağ olun Məhəmməd müəllim, dəvətiniz üçün. Təşəkkür edirəm dəyəriniz üçün. Mənim də ifa eləyəcəyim birinci ifa Şəqay Gəraylı, Abbas Tufarqanlı, ustadımız Abbas Tufarqanlının sözlərinə.
gecənin havası Xəstə Qasımın sözlərinə. Sözlər Qurbanidən. Yo
uzaqda qoymaram səni. Aldığım nəfəsi özüm bilmişəm, özümdən uzaqda qoymaram səni. Çox sevdiyim Mirzə Canı havası üstündə Orxan Paşanın sözləri. kökləyək Naxçıvan gölü havasına. Sözlər Aşıq Ələsgərin nəvəsi İsmuxan Göyçərin sözləri. Oh
görüşümüzü Səyyada havası ilə yekunlaşdırırıq. Sözlər Orxan Paşanındır. Utancaq baxışlı susqun maralın, könüllər titrədən halı dil açdı. Bircə söz söylədi pıçıltısından, qaymaq dodağının balı dil açdı. Utancaq baxışlı susqun maralın, könüllər titrədən halı dil açdı. Utancaq baxışlı susqun maralın, könüllər titrədən halı dil açdı. Bircə söz söylədi pıçıltısında, bircə söz söylədi pıçıltısında.